أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu mübarək cümə gününü hamımız üçün xeyirli, uğurlu, bərəkətli qərar versin. Bu gözəl günlərin feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi Allah rəhmət eləsin. Müşkül və problemlərimizi Allah Peyğəmbər və Ali Peyğəmbərin hörmətinə tezliklə həll eləsin. Darda olanlarımıza tezliklə nicat versin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan, qəlbini razı salanlardan qərar versin. Xəstələrimizə xüsusən duaya ehtiyacı olan xəstələrimizə tezliklə şifa inayət eləsin inşallah. Bizləri əlacı olmayan xəstəliklərlə imtihan eləməsin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edək. Əzizlər, gözəl bayramlar gününü yaşayırıq. Qurban bayramı və ondan əlavə dünən 28 may müstəqillik günü idi. Allah Subhanahu və Teala ölkəmizə əmniyyət versin. Allah əmin-amallığımızın uğrunda, müstəqilliyimizin uğrunda canlarını fəda eləyən şəhidlərimizi Allah rəhmət eləsin. Düşmənlə üz-üzə dayanan əskər balalarımızı düşmən şərrindən, hiləsindən, gülləsindən hifz eləsin. Allah qazilərimizə şifa versin və şifaları mümkün olmayanlara isə səbr inayət eləsin inşallah. Əzizlər, əmin-amallıq, müstəqillik böyük bir nemətdir. Allah bu neməti bizə çox görməsin inşallah. Allah bütün dünyamıza əmin-amallıq versin. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda eləyən şəhidlərimizin ruhlarını yad eləyək. Onların ruhlarına ucalı bir salavat ehsan edək. Əzizlər, bizim cəmiyyətimiz, xalqımız həmişə öz dininə, əqidəsinə, dəyərlərinə bağlı olan millət olub. Ta qədimdən bu günə qədər. İstər ilk müstəqillik dövründə, istər Sovet dövründə, yaşayan dövrdə və istərsə də indi, bəli, müəyyən qədər zaman dəyişsə də belə, bizim əsil insanlarımız, dininə bağlı, etiqadına bağlı olan insanlar həmişə öz dəyərlərini qoruyub, saxlayıblar. Həmişə bu dəyərlərə diqqət yetiriblər. Biz 70 il Sovet dövründə yaşayan bizim ata-babalarımız, indi müəyyən dövrünü burada oturanlar da görüblər, biz də müəyyən bir hissəsini görmüşük. Və ağsaqqallar söhbət edəndə eşitmişik, ən azından ki, çox çətin günlər yaşayıblar.
dinlə, əqidə ilə mübarizə aparılan bir dövrdə onlar öz dinlərini, əqidələrini gizli də olsa nə ediblər? Yaşayıblar, yaşadıblar, qoruyublar. Allah o kişiləri də rəhmət eləsin. Yəni bizim yadımıza gəlir ki, bizim Quran bizə öyrədən müəllimlər deyərdilər ki, biz Quran dərsinə gedəndə qorxudan Quran dəftərini üzr istəyirəm şalvarımıza salardıq, nə bilim gizlədərdik. Və biri qapını döyəndə məsələn qoyardı inalçanın altına, məcburiyyətdən oturardı onun üstünə, bilməsinlər ki, biz Quran öyrənməyə gəlmişik, din öyrənməyə gəlmişik. Bu, o dövrlərdə də olsa belə insanlar bu əqidəni saxlayıblar. Bizim nə qədər din xadimlərimiz, dinə bağlı olan insanlar elə o Sovet dövründə dinə bağlılıqlarının, öz əqidələrinə bağlı olmaqlarının qurbanı olub getdilər. Allah onların da ruhlarını şad eləsin. Düzdür, biz deyirik ki, belə bir dövr vardı ki, nə bilim, Allahsızlıq təbliğ olunan bir dövrdə yaşayıblar, amma elə hər cibində, çünki mən belə insanları görmüşəm, onlarla danışmışam, o dövrdə yaşayıblar. Siz də hamınız bilirsiniz ki, bəzi insanlar öz ciblərində Allahı inkar eləmək knişkası, vəsiqəsi daşıyıblar. Amma onlar hamısı bu etiqadda olmayıblar. Bəziləri məcburiyyətdən olub ki, qəlblərində iman nuru olub, necə ki Əmmar ibn Yasir Peyğəmbər sallallahu aleyhi və səlləmi ki, ondan təhqir eləmək, dindən bəraət, dini inkar eləmək tələb olunanda İslamın ilk günləri idi. Gördü ki, kimlərisə öldürürlər. Əmmar ibn Yasir nə elədi? Dildə də olsa Peyğəmbəri dini nə elədi dandı. Sonra Peyğəmbərin yanına gəldi, narahatçılıqla ağladı. Ya Rasulallah, mən böyük bir səhv eləmişəm. Peyğəmbər ona dedi ki, ey Əmmar, sən bu sözləri deyəndə qəlbən deyirdin, ya dilində ancaq bu sözləri dedin. Dedi, ya Rasulallah, mən qəlbim iman nuru ilə alovlanır, yanır. Amma bu sözləri məcburiyyətdən, özümü təhlükədən qorumaq üçün dedim. Dedi, Əmmar, narahat olma. Qayıtsalar, yenə də səndən bunu tələb etsələr, yenə də deyəsən. Madam ürəyin sənin iman nuru ilə döyünürsə, dildə dediklərimin heç bir nəyi yoxdur, əhəmiyyəti yoxdur. Belə kişilər olub, əqidəni qoruyub, saxlayıblar, dünyalarını dəyişiblər, bizim böyük alimlərimiz olub, bizim böyük müştəhidlərimiz olub zamanında bütün təzyiqlərə baxmayaraq bu dini gətirib ərsəyə çatdırıblar. Allah onların da ruhlarını şad eləsin. O dövrdə də, mən deyirəm, o dövrün şəhidləridirlər onlar. Həm şahidləridirlər, həm də şəhidləridirlər. Onların da ruhlarına ucalı bir salavat ehsan edir. Əzizlər, zaman dəyişib. Biz bugün etiraf eləməliyik ki, düzdür, hər şey, indi baxış bucaqları fərqlidir insanlarda. Mənim baxışımla, sənin baxışım, bizim hər birimizin müxtəlif baxış bucaqlarımız var. Ona görə də öz baxış bucağımıza görə də dəyərləndiririk hər şeyləri. Belə deyir. Mən bir prizmadan baxıram, sən başqa prizmadan baxırsan. Amma gəlin hamımız bir şeyi etiraf eləyək ki, indi biz bu əsrdə zaman təzyiq altında olduğumuz dövrdə o dini ki, o cür saxlamışdıq, o əqidəni, o hörməti, o rahatlığı ki, o formada saxlamışdıq, bugün biz onu saxlaya bilmirik. Nə o günkü hörmət var, nə o günkü dəyərlər var, insanlar, hər şey insanlar üçün adiləşib. Bu özü böyük bir rüsvayçılıqdır. Bəlkə də Allahın bir bəlasıdır göndərib bizə ki, bu həqiqətən də bizim elədiyimizin nəticəsidir. Bu misalı məndən bəlkə bir neçə dəfə eşitmişsiniz. Allah bizim ata-babalarımızı rəhmət eləsin. Onlar köhnə kal kərpizdən tikilmiş o daxmalar, evlər ki vardı, o evlərdən çıxan dahilər olub. 1-2 otaqda 12, 13, 14 övlad yetişdirən ata-babalarımıza Allah rəhmət eləsin. O dedi dəyər. Onlara din öyrədirdilər, əqidələrində sabit olmağı öyrədirdilər, mehribansılığı öyrədirdilər. Qardaşlar, indi zaman dəyişib, şükür Allaha, daha o daxmalar
görəndə bəlkə də lağ eləyirik onlara. Deyir, yəni, burada necə yaşayıblar bunlar? Evlərimiz böyəlib, hər uşağın öz otağı var, daha 11-12 uşaq bir otaqda yatmır, amma gəlin etiraf eləyək ki, köhnədə olan xoşbəxtçiliyimiz yoxdur, rahatçılığımız yoxdur. Hər nə inkişaf eləsə də bizim xoşbəxtliyimiz, rahatçılığımız tənəzzülə uğrayıb. Demək olar ki, rahatçılığımızı nə eləmişik? İtirmişik. Demək, rahatçılıq, xoşbəxtlik hündür evin olması ilə deyilmiş, gözəl miniklərin olması ilə deyilmiş, gözəl küçələrin olması ilə deyilmiş. O səmimiyyət, o gözəlliklər itdi, getdi bizim aramızdan. Bugün əziz qardaşlar, müəyyən qərbdən, müəyyən bəzi ölkələrdən götürdüyümüz təsirlər nəticəsində biz öz dəyərlərimizi itiririk. Həm ailə dəyərlərimizi itiririk. İtiririk biraz. Elə bil ki, itirməmişik, itirməkdəyik ki, itirmişik artıq da. Bu cümləni biraz fərqli formada deyim, itirmişik. Valideyn, övlad münasibətlərini itirmişik. Çünki təsir götürmüşük biz. Biz bu günləri övlad öz valideyninə hörmət, o hörmət ki var idi, övladla valideyn bir məclisdə oturmazdı. Onlar bir çayxanada oturmazdı. Amma indi bu günləri görün, biz nə halları yaşayırıq. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir cavan gəldi, atasından şikayət elədi. Şikayəti nə idi? Deyir ki, mən cavan oğlanam, evdə yaşlı bir atam var, səhərdən axşama kimi gedirəm, zəhmət çəkirəm, pul qazanıram, gətirirəm, qazancımı qoyuram evdə, qaydan başı görürəm ki, atam mənim pullarımı götürüb qoyub cibinə, xərcləyib. Ya Rasulallah, mən atamdan sənə şikayətçiyim. Peyğəmbər sallallahu aleyhi və səlləm qəzəbləndi, cavana dedi ki, vay haq, eyyuhəşşab, vay olsun sana, ay cavan. Sən və sənin nəyin varsa, hamısı atavındır. Bu nə şikayətdir, gəlmirsən atandan şikayət edirsən, atam mənim pulumu götürür. Sən özün də atavınsan, sənin nəyin varsa nədir? Sənin atavındır. Sən atandan şikayət eləmək hüququn yoxdur. Ay, atam məndən, sanki belə bu formada deyir də Peyğəmbəri, atam məndən oğurluq eləyir də, götürür, qoyduğun pulu götür. Peyğəmbər onu danlayır. Ona görə əziz qardaşlar, biz bu günləri elə bir zamanda yaşayırıq ki, o vaxtı Peyğəmbərə şikayət edirdilər valideynlərini. Bu günləri bizim bəzi cavanlarımız, övlad, gənclərimiz öz valideynlərini müxtəlif orqanlara nədir? Şikayət edirlər, məhkəməyə verirlər. Oğlan öz atasını məhkəməyə verir, polisə verir. Buna övlad demək sizcə düzdür. Mən həqiqətən də bu günləri baxın, bu bayram günlərində, bu gözəl günlərdə keçmişi yada salıb, müəyyən dəyərləri xatırlayıb o dövrə həqiqətən də mənəvi səyahət eləmək lazımdır. O dövrə dönmək lazımdır. Biz nə qədər o dəyərləri qoruyub saxlamasaq, onları yenidən geri qaytarmasaq, Peyğəmbər və Əhl-i Beytin, Quranın bizə dediklərinə düzgün riayət eləməsək, biz heç vaxt yaxşı, rahat gün görə bilməyəcəyik. Və nəticə də bu göz qabağındadır. Rivayətdə var, Musa Peyğəmbər Allah Subhanahu və Teala ilə Tur dağında münacat eləyəndə dedi, Ya Rab, eynə sadiqi fulan əş-şəhid. Bir dostu var idi Musanın, səmimi dostudular dünyada. O, döyüşlərin birində, müharibələrin birində, haqq yolunda şəhid oldu. Musa Peyğəmbərin nəyi? Dostu şəhid oldu. Musa da onu yada salır, indi xatırlayır, ilahi pərvərdigara, mənim bir şəhid dostum vardı. O şəhid dostum hardadır, ilahi? Onun yerini bilmək istəyirəm. Mənlə dostudur və həm də şəhid oldu. Rivayət deyir, Allah tərəfindən nida gəldi Peyğəmbərə, Ya Musa, ey Musa, sənin şəhid dostun bilmək istəyirsən hardadır? Finnar, oddadır. Cəhənnəm odunda yanır. Musa təəccübləndi bu sözdən. Deyir, ilahi, əleysə qəd vəaddə şühədə əl-cənnə. Sən və ya şəhidlərə cənnət vədəsi verməmişsən. Ya Rabbi, mənim dostum şəhid oldu. Sən mənə sən odda yanır. Onun odda nə işi var? Cəhənnəmdə nə işi var onun?
Allah tərəfindən belə bir nida gəlir. Qalə bəla, düzdür, şəhid olub. Vəlakinnəhu kana musirran ala uquqi valideyh. Düzdür, şəhid olub. Lakin o hal həyatda yaşayan vaxtı öz valideynlərinə asi olmağa, ağ olmaqda israrlı idi. Valideyn hörməti saxlamırdı. Şəhid də olsa mən onu valideynlərinə elədiyi hörmətsizliyə görə bağışlamadım, odda yandırdım. Eşitdiniz bu təhlükəli hədisi? Diqqət elədiniz buna. Şəhid də olsa, Allah Musaya deyir, sənin şəhid dostun odda yanır. Niyə odda yanır? Çünki valideynin üzrə nə olub? Ağ olub. O şəhid də olsa haqq yolunda onu bağışlamamışım. Sonra rivayətin sözündə, sonunda Allah Musaya belə deyir. Deyir, və ənə la əqbəlu mə'al uquqi əməla. Mən ağ valideynliklə heç bir əməli qəbul eləmirəm. Başqa bir cümlə ilə deyək. Ağ valideynin heç bir əməlini mən qəbul eləmirəm. Şəhid olunur, nə olur olsun. Bu bizim üçün bir ibrətdir ki, baxın, məqamların ən yüksəyi olan şəhadət məqamına yetişən belə, əgər valideynə hörmətsizlik eləsə, cəhənnəmdə yanacaq. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, biz həqiqətən də bu günləri köhnə dəyərlərimizi geri qaytarıb valideyn-övlad münasibətlərini, ağsaqqala, böyüyə hörmət, izzət, böyük kisiliyin bilinən o bir cəmiyyət ki vardı, biz onu yenidən geri döndərmək məcburiyyətindəyik və illa heç əldə qalanımız da gedəcək. Əldə qalanımız da əlimizdən gedəcək. Ağ valideyndirsə Musa, mən ondan heç bir əməli qəbul eləməyəcəyəm, Allah deyir. Qoy bir neçə rivayət bu mövzuda sizin üçün oxuyum və sizin yadınıza salım ki, həqiqətən də xüsusən mən üzümü buradan tuturam bizim gənclərə, cavanlara. Əzizlər, ağ valideynlik ancaq atanı təhqir eləməkli deyil. Ağ valideynlik ancaq uzaq olsun atanı döymək, ananı döymək deyil. Bəzən bizim sadə bir hərəkətimiz nədir? Ağ valideynlik hesab olunur, hörmətsizlik hesab olunur. Ata, ana, baba, nənə, bunlar Allah bizim üçün bunları müqəddəs, hörməti vacib olan, itaati vacib olan şəxslər kimi yaradıb. Böyük nemət kimi bizə verib. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmdən de rivayət deyir, Thəlâthətun la yuhcəbunə anin-nar. 3 qrup insan var ki, onlar odda yanacaqlar. Odla onların arasında da heç bir hicab, maniyə olmayacaq. Yəni birbaşa od onları yandıracaq. La yuhcabun anin-nar. Kimlər də olar? Birincisi Peyğəmbər deyir, "Əl-aqu li valideyh." Öz valideynlərinə ağ olanlar. Birincisi bunlardır. Bunlar 100% qəti şəkildə odda yanacaqlar. Hatta bundan qabaqki dediyim rivayət, şəhidlik məqamı əgər ağ valideynə nicat verə bilmirsə, nə ona nicat verəcək? Heç bir şey. Bu bir. İkinci, vəl-mudminu lil-xamr. Davamlı, həmişə şərab içən. Tövbə eləyənlər, Allah tövbə eləyəni qəbul eləyər. Amma o davamlı içən və yaxud bir qruplar da var, burada mən görmüşəm bəziləri, buradakilərdən uzaq. Bəzi insanlar tövbə də eləyib içmir, amma fəxr eləyir içdiyi günlərlə. Belə eləyərdim, elə eləyərdim, filan kəs belə. Adam haramla öyünməz. Haram haramdır. Şücaət göstərməmsən. Belə bir şey eləmirsən ki, ağlın başında olmayıb, özünü uşağa, ailəyə rüsva eləmirsən. Nə ilə öyünürsən sən Allah? Nə ilə öyünürsən? Ağlın başına gələndə özün özünə nifrət eləmirsən. Nə ilə öyünürük də biz? Yaxşı şeylə insan yada salar da, mən vaxt vardı, içirdim, belə eləyirdim, falan eləyirdim. Belə insanlar da var. İndikidən uzaq deməklə elə uzaq olmur. Sən o şeylə fəxr edirsənsə, hələ də onun nəyindəsən? Təsiri altındasan, həvəsindəsən. Sanki hələ də o həzzi yaşayırsan. Ona elə diqqətli olmaq lazımdır. İkinci, odla onun arasında maniyə olmayan, od onu birbaşa, yəni şəksiz şübhəsiz yandıran şəxslərdən kim deyil? El-mudminu lil-xamr. Davamlı, daimi araq içən. Və üçüncü, vəl-mənnanu bi'ataihi. Yaxşılıq eləyəndə, sədəqə verəndə minnət qoyan. Mən eləmişəm, falan eləyəm. Bu insan da nədir?
əbədi odda yanacaq. Lap belə nə olursa olsun, namaz qılan da olsa, minnətçidirsə, mən eləmişəm, mən filan şey elədim, mən filan şey elədim. Bu insanlar odda yanacaq. Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verirlər, ya Rasulallah və ma uququl valideyn. Yaxşı, bu ağ valideyn bir ünvandır ki, biz onu başa düşmək istəyirik. Ağ valideynlik nədir? İzah elə bizə ki, ağ valideyn nədir? Bilək ki, ağ valideynliyin həddi nədir də? Rasulullah deyir nədir? Qalə yə'muranihi fəla yuti'uhuma. Birincisi, ağ valideynin, bax, hansı formada insan ağ valideyn olur? Deyir, onlar hər ikisi, ata, ana, sənə əmr elədikləri zaman sən onlara itaət eləmirsənsə, nəsən? Ağ valideynsən. Get çörək al. Gedmirəm. Get filan şeyi gətir. Gecikdirirsən, şəraitin ola-ola, ağ valideynsən. Sonra nə deyir? Və yəsəlanihi fəyəhrimuhuma. Onlar səndən bir şey istəyirlər, sən onları o şeydən məhrum eləyirsən. Yəni bir şey valideyndir də, indi vaxt var idi, sən ona möhtacıdır, indi o sənə möhtacdır. Bir şey səndən istəyir, oğlum filan şey sən ürəyim istəyir, gətir, sən onu məhrum eləyirsən. Peyğəmbər deyir, burada nədir? Ağ valideynlikdir. Və izə rəahuma ləm yuazzimhuma bihaqqi ma yəlzəmuhu ləhuma. Onları görən zamanda onların layiq olduğu hörməti və ehtiramı onlara göstərməmək belə ağ valideynlikdir. Valideyni görən zaman ona layiq olan hörməti ona göstərməmək nədir? Ağ valideynlikdir. Bu nə deməkdir? Yəni biz övladlar görün nə qədər diqqətli olmalıyıq ki, bir məclisə, bir məhfilə mənim atam girirsə, mən gərək ayağa duram onun üçün hörmət eləyəm. Kimliyimdən asılı olmayaraq. Əgər mən ona o hörməti eləmirəmsə, yerimdən tərpənmirəmsə, ən azı bir hörmət, ehtiram, cəmaat görür ki, elə bu oturub başda elə bunun atası girdi, elə bir ki, elə bu deyir. Ata saymır. Bu özü Peyğəmbərin dili ilə nədir? Valideynə layiq olan hörməti eləməmək özü nədir? Peyğəmbər dilində ağ valideynlikdir. Ona görə mənim əziz qardaşlarım, gənclər, nə qədər ki valideynləriniz yaşayır, gəlin onların dəyərini bilək. Valideynə layiq olan hörməti göstərməklik nədir? Allahın əmridir. Göstərməməklik Peyğəmbərdə nə deyir? Heç söymürsən, sözündən çıxmırsan. Sadəcə olaraq bir yerdə sən ona hörmət eləməlisən, eləmirsən. Peyğəmbər deyir, ağ valideynsən. Bilirsiniz nə deməkdir? Bu özü böyük bir rüsvayçılıqdır. Bu günləri rivayətlərdə var. Mən bu barədə çoxlu gözəl rivayətlər var. Əhl-i Beytin kəlamı hamısını nurdur. Mən 5-6-sını qeyd elədim ki, sizin üçün oxuyum. Və həm də çalışdım ki, eləsin oxuyum ki, ilk dəfə eşidirsiniz ki, həqiqətən də bunlar dəyərli sözlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, qiyamət gəlməmişdən qabaq ataların hallarını vəsf edir. Deyir, 5 övladı olan ata arzulayar ki, kəş 4 övladım olaydı. 4 övladı olan ata arzulayar ki, kaş 3 övladım olaydı. Peyğəmbərin sözüdür. 3 övladı olan ata arzulayar ki, kaş 2 övladım olaydı. 2 olan arzulayar ki, kaş bir dənə övladım olaydı. O biri olmayaydı. Elə valideynlərdə olar ki, bir övladı olar, arzulayar ki, heç kaş gərək övladım olmayaydı. Nə üçün Peyğəmbər deyir, nədir? Deyir, lilləzi yəzharu minəl-uquq. Onlardan özünə qarşı üsyan o ağ valideynliyi gördüklərinə görə. Görmürsünüz də, bildiğim hamımız bu şeyi bu cəmiyyətdə yaşamışıq da. Məsələn, o qədər valideynlər görmürsünüz ki, kəş mənim filan övladım olmayaydı deyə. Peyğəmbər deyir, 5 olan deyər 4 olaydı. 4 olan 3 istəyər. 3 deyər də kəş 2 olaydı. 2 olan deyər 1. 1 olan da bəziləri deyər kəş olmayaydı. Niyə? Çünki görür ki, bu boyda zəhmət, bu boyda əziyyət, nəticəsi heç nə. Amma buna baxmayaraq biz əmr olunmuşuq ki, bizim valideynlərimiz istər mömin olsunlar, istər kafir olsunlar, istər bizə yaxşı valideyn olsunlar, istər bizə pis valideyn olsunlar. Bizim haqqımız yoxdur onlara qarşı nə eləyək? Üsyan eləyək. Seyyid İsmail Əl-Himyari, Allahın rəhmət eləsin, Əhl-i Beyt şairlərindən İmam Sadiqin dövründə yaşayıb. Ondan qabaq İmam Sadiqin dövrünü görüb. Keysani məzhəbindən olub, Məhəmməd ibn Hənəfiyyə, Həzrət Əlinin oğlu Məhəmməd ibn Hənəfiyyənin imamətinə qail olanlardan olub. O, onu zamanənin xilaskarı görüb. Amma İmam Sadiqin dövründə imamın
onunla söhbəti nəticəsində Seyyid İsmail Himyəri 12 imamlığını eləyib, qəbul eləyib. Keysani olub nə? Cəfəri. Küçədə də gedəndə də bundan fəxr eləyib. Amma Seyyid Himyəri elə bir vəziyyətdə yaşayıb ki, həm atası, həm də anası nasibi olub. Atası da xəvaricdən olub, anası da xəvaricdən olub. Xatirələrində yazır Seyyid İsmail Himyəri. Böyük bəla yaşayıb da. Deyir, anam elə gecələr olurdu ki, gəlir məni oyadırdı, İsmail dur ayağa, oyanırdım. Oyanandan sonra mənə deyirdi ki, Seyyid İsmail nə qədər gec deyil, Əlidən canını qurtar, Əliyə lənət elə. Ölərsən, əlini sevə-sevə ölərsən, cəhənnəmdən yanarsan. Nasibi olub da anası. Təsəvvür elə, Seyyid Himyərinin belə bir ata-anası olub. Gecənin yarısında oyadıb, oğul dur, ana oyadır, oğlu dur, Əliyə lənət elə. Gecənin yarısı, birdən belə ölərsən, cəhənnəmə gedərsən. Bilməyib də Əli kimdir. Bu halı çox narahat olub Seyyid İsmail Himyəri. İmam Sadiqə məktub yazıb ki, mənim belə atam, anam var, nə eləyim mən? İmam yazıb, isbir aleyhima, səbr elə, hörmətlərini elə, hörmətsizlik eləmə. Əli düşmənidir, amma İmam Sadiqdir, ataya, ana hörmətsizlik eləmə. Bunu başa düşürsünüz, nə deməkdir? Yəni, valideynin kimliyi önəmli deyil, əqidə və etiqadı önəmli deyil. Ay gənclər, ay cavanlar. Biz nə qədər böyük kiçiklik bizim cəmiyyətimizdə bilinməsə, bu cür bəla içində nə eləyərik? Yaşayarıq. Ona görə bu sözlərə diqqət eləmək lazımdır. İndi mən gənclər, cavanlara nə üçün xüsusən bilavasitə müraciət edirəm? Çünki onlar hələ də o neymət onların əlindədir. Valideynləri yaşayır çoxlarla. Allah yaşayan valideynlərimizə can sağlığı inayət eləsin. Amma dünyadan köçüb gedən valideynləri də Allah rəhmət eləsin. Bir rivayət də, bəlkə də bir dəfə demişəm bunu, bir dəfə də bunu demək istəyirəm, yadınıza salmaq istəyirəm ki, ağ valideynlik ancaq ata-ananın yaşadığı dövrdə olmur. Rivayət var, mən məzmununu deyirəm. Elə ağ valideynlər olub ki, öz valideynləri yaşayan müddətdə ağ valideyn olublar. Amma valideynləri dünyadan köçüb gedəndən sonra bu ağ valideynliyi öz üstlərindən götürüblər. Və elə insanlar olub ki, valideynlərinin dövründə yaxşı insanlar olublar, valideynə baxan olublar. Amma valideynləri öləndən sonra ağ valideynə çevriliblər. Bu mənim sözüm deyil. Bu Peyğəmbər Əhl-i Beytindən gələn nədir? Hədisdir. Bu necə olur? Bu necə olub? O insanlar ki, ata-analarının dövründə ağ valideyn olublar, sonra valideyn dünyadan köçüb gedəndən sonra ağ valideynlik o töhmətini, adını öz üstündən götürüblər, valideynləri öləndən sonra onları yaddan çıxarmayıblar. O şəxslər ki, hal həyatda yaxşı olublar, ata-ana öləndən sonra, qəbirdə gedəndən sonra öldü, getdi, yaddan çıxarıblar, onlar nə olublar? Ağ valideyn olublar. Ona görə bəzən insan ağ valideyn olmuşam, səhv eləmişəm, bunu öhdəliyəmmərəm, bu arı yüyə bilmərəm. Peyğəmbər Əhl-i Beyti bizə bir qapı açır. Deyir, yox, yüyə bilərsən, aça bilərsən bu qapını. O bağlı qapını öz üzvə aça bilərsən. Bir qapı var, ümid var, işıq ucu var. Nədir o? Sən öləndən sonra valideyni nə eləmə? Yaddan çıxarma, onun əvəzinə namaz qıl, onun əvəzinə sədəqə ver, onun üçün dua elə, onun üçün Quran tilavət elə. Və əksinə də nə deyirsən, laf belə valideynə yaxşı baxmısan. Bəziləri var, fəxr valideynin ayağını yudun, belə elədim. Qardaş, valideynin ayağını yumaq, elə bilirsən, onun haqqını verməliydi, yox. Ayağını yumaq nədir? Valideynin ayağını öpsün də, valideyni boynunda gəzdirsin də, onun haqqını verə bilməyəcəksin. Verə bilməyəcək. Mən övlad görmüşəm, şəxsən o mübahisənin şahidi olmuşam. Siz də bunu bəlkə də, buna oxşarlarını görmüşsünüz ki, ana öz övladına deyir ki, südümü sənə halal eləmərəm. Qayıdır anasına deyirdi ki, neçə litr süd vermişsən sənə, gedim alım onu, verim sənə, əl çək məndən. Şəxsən eşitmişəm bunu. Neçə litr süd vermişsən mənə? Verim onu, əl çək məndən. Bu cür bizim övladlarımız var. Amma nədir? Bu günləri şəriət bizim üçün ümid yeri qoyur ki, sən valideynlər dünyadan köçüb gedəndən sonra da sən etdiyin səhvləri nə edə bilərsən? Aradan qaldıra bilərsən və onların ruhlarını şad eləməklə, onların qəbirlərini ziyarət eləməklə, onlar üçün Quran tilavət eləməklə sən nə edə bilərsən? Daha da
yüksək məqamları əldə edə bilərsən. Biz son rivayətlə sözümü tamamlayıram. Rivayət Peyğəmbər sallallahu aleyhi və səlləmdəndir. Deyir, Seyyidul əbrar yevməl qiyamə. Seyyidul əbrar. Yəni, yaxşılıq edənlərin ağası. Ən çox yaxşılıq edən Seyyidul əbrar yevməl qiyamə. Qiyamət günündə yaxşılıq edənlərin ağası kimdir? Deyir, rəculun bərrə valideyhi bə'də məvtihima. Bir kişi, ata-anası dünyadan köçüb gedəndən sonra onlara yaxşılıq eləyər. Bu, ata-ana dünyadan köçüb gedəndən sonra ata-anasına yaxşılıq eləyənlərə Peyğəmbər nə deyir? Seyyidül əbrar. Yəni, yaxşılıq eləyənlərin nəyi? Ağası. Nə ilə yaxşı ata-anamıza yaxşılıq eləyək? Yaxşı başdaşı ilə xeyr. Qəbristanlığın yarısını zəbt eləməklə? Yox. Hamımız elə o balaca çuxura girəcək. Nə qədər istəyirsən orada zinət vur, nə qədər bahalı başdaşı qoy, əksinə onun zərəri var, ona xeyri yoxdur. Acından ölən yetim yesirə biz 1 manat vermək, belə canımız çıxır, qoy belə deyim bunu, amma 3000, 4000, 5000 bir daşa veririk, qoyuruq, yağış yağır, gün onu ağardır, gedir, yaz. Nəyə lazımdır bu? Siz and verirəm Allaha nəyə lazımdır bu? Bu da valideynə yaxşılıq. Amma sən ora adi bir daş qoy, 100 manatlıq, heç 5 manatlıq bir lövhə qoy ora, yaz ora, ondan sonra onun üçün Quran oxu, sədəqə ver, gör, onun savabı hara gedir, sənin qoyduğun 5000'lik daş hara gedir. Seyyidül əbrar yevməl qiyamə. Qiyamət gününün yaxşılıq edənlərinin ağası kimdir? Öləndən sonra valideynlərinə yaxşılıq edənlər. Nə ilə eləyək? Sədəqə verək, Quran oxuyaq, yaxşılıq eləyək. Öz yaxşı əməllərimizə valideynlərimizi şərik eləyək. İndi qoy mən bir üslub deyim sizə. Bəzən insanın yadından çıxır da biz insanıyıq. Şəriət tövsiyə edir bizə ki, valideynləri şərik edin öz əməllərinizə, yaxşı əməllərinizə. Bu savabı daha çox olsun. Qoy sən valideynə yaxşılıq eləyənlərdən olasan, valideyn getsə də belə, sən Seyyidül əbrardan yazılasan qiyamət günündə, yaxşılıq eləyənlərin ağasından olasan, nə eləyək? Qardaşlar, həmişə yadımızda olmur ki, biz deyək ki, valideyni də şərik elədim. Amma biz belə bir cümlə işlədə bilərik, yəni daimi bir niyyət eləyə bilərik. Deyə bilərik ki, məsələn, İlahi Pərverdigara, bugündən etibarən nə qədər yaşayıramsa, nə yaxşı işlər görürəmsə, nə məsələn sədəqə verirəmsə, mən bu sədəqənin müəyyən hissəsini və yaxud hamısını nə edirəm? Hədiyyə edirəm atama, anama. Bu bir niyyət kifayətdir sənin üçün daha nə qədər yaxşı iş görsən, o niyyəti təkrar eləməsən də, artıq sən bu vədəni ki, Allaha verdin, bu niyyəti elədin, hər bir yaxşılıqda Allah o valideynin payını ayırıb göndərəcək və sən də qiyamət günündə yazılacaqsan kimlərdən? Seyyidül əbrar, yaxşılıq edənlərin ağalarından. Ona görə əziz qardaşlar, bu niyyət önəmlidir ya. Vaxtında niyyət edək, vaxtında. Bugündən sən də, mən də niyyət edək, hər hansı bir yaxşı işi görürəmsə, ilahi, ondan mənim valideynlərimə də nə elə? Pay ayır. Amma belə böyük kişilər olub ki, niyyətləri belə eləyiblər. İlahi, mən nə yaxşılıq edirəmsə, bütün yaxşılıqları atam, anama hədiyyə edirəm. Hamısını verib, və yəqini də olub ki, bu insanların hamısını versəm də, Allah məni də nədir? Bu fədakarlığıma görə heç vaxt peşiman eləməyəcək. Əziz qardaşlar, bir daha bu bayram günlərində bir daha sizin hamınızı təbrik edirəm. Allah bizə gözəl günlər, Allah istəyən kimi yaşamağı nəsib eləsin. Dəyərlərimizi qorumağı bizə nəsib eləsin. Həqiqətən də insan yaşlana, cavanlar bunu bilməzlər, insan yaşlana, oturursan, papağı qoyursan, qabağa fikirləşirsən. Nə əldə eləmişik də biz bu dünyada? Hanı bizim o rahatçılığımız, hanı bizim o mehribançılığımız, hanı o gözəl günlər? Yoxdur. Puç oldu, zay oldu, getdi. Ona görə nədir? Bəli, verdi yəldən. Allahdan istəyək ki, Allah qalan ömrümüzə bərəkət versin. Allah bizi ağla gələn, ağla gəlməyən bəla və xətalardan hifz eləsin. Allah bizlərə rəhm eləməyənləri bizlərə müsəllət eləməsin. Zalimləri zalimlərlə məşğul eləsin. Allah hamımızın bir daha dua eləyək, aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır
ki Quran-ı Kerimdə deyir Bismillahirrahmanirrahim Vel asri innel insane lefi khusr illellezine amenu ve amilus salihati ve tevasav bil hakki ve tevasav bis sabr. Amenna billah. Sadakallahul aliyyul azim. Vesselamu aleykum cemi'an ve rahmetullahi ve berekatuhu.